6. Önce dedik ki təhrif amili iki şeydir. İndi deyirik təhrif amili bir neçə şeydir. A. Dördüncü sayda nümunəsini gördüyümüz kimi bunları saxtalaşdırmağa və təhrif etməyə çalışan düşmənlərin qərəzli niyyətləridir. B variantı. Öncə də işarə olunduğu kimi bəşərin vücudunda xəyali əfsanə yaratmaq və qəhrəman yaratmaq hissi var. Ağayi Doktor Şəriəti Qədir Xum bayramında etdiyi çıxışında bəşəriyyətin dastan yaratmağa olan diqqətinin mənşəyini çox gözəl şəkildə bəyan etmişdir. Dedik ki, həmin his əlini elə bir yerə çatdırır ki, Cəbrail əlinin qılıncının zədəsindən 40 gün yuxarı qalxa bilmədi. Əlinin zərbəsi elə yumuşaq və kəsərli formada olur ki, mərhəb özü də başa düşməyərək Əliyə deyir: "Ya Əli, səni ki bu qədər tərifləyirlər, sənin elə gücün, hünərin bu qədər imiş." Əli əleyhissalam isə deyir: "Özünü bir tərpət, nə baş verdiyini görərsən." Tərpənən kimi parası bu tərəfə, o biri parası isə o tərəfə düşür. C variantı. Aşura hadisəsində xüsusi bir amil də rol oynamışdır. Və o amil bundan ibarətdir ki, xüsusi bir fəlsəfəyə görə din rəhbərləri tərəfindən bu hadisənin bir müsibət kimi xatırlanması və cəmaatın ona ağlaması tövsiyə olunmuşdur. Bu xatırlamanın, ağlamağın və ağlatmanın fəlsəfəsi həmin xatirənin dirçəlməsi və diri saxlanılmasıdır. Onun canlı saxlanılmasının fəlsəfəsi isə bu hərəkatın ümumi hədəf və məqsədinin həmişə canlı qalmasıdır. Yəni qoy İmam Hüseyin hər il xalq arasında bu formada zühur etsin və cəmaat onun özündən bu səsi eşitsinlər. Görmürsünüzmü ki, həqiqətən haqqa əməl olunmur və həqiqətən batildən çəkinilmir. Qoy xalq həmişə eşitsin. Mən ölümü şəhadətdən başqa və zalımlarla birgə həyatı isə əskiklikdən başqa bir şey görmürəm. Qoy xalq bu qəhrəmancasına oxunmuş təranəni və ucalan nidanı eşitsin və bu qanla yazılmış tarixi görsün. Lakin bu məsələdə ağlamaq və ağlatmağın məqsədinə fikir vermədən, ağlamaq özü bir mövzu və hətta xüsusi bir sənətə çevrilmişdir. Minbər əhli və rozaxanlar arasında baş vurmaq özü bir sənətdir. Təbii olaraq cəmaatın daha yaxşı və daha çox ağlaması, güya daha çox əcr və savab qazanması üçün yalan rozələr düzəldildi. Bizim cəmaatımız da hələ ki pürrəng çaya adət etmiş, açıq rəngli çaybazlar kimi çoxlu od-alovlu və haşiyəli rozələrə adət etmişdir. Bu məsələ özü də minbər əhlindən bir dəstənin cəmaatın ağlaması üçün yalan rozələr, əgər hörmətlə demək istəsək, zəif rozələr oxumasına səbəb olmuşdur. Burada iki əhvalatım var. Deyirlər, Azərbaycan alimlərindən biri həmişə oxunan əsassız rozələrdən əziyyət çəkir. Minbər əhlinə etiraz edirdi. Çox vaxt deyərdi ki, bu zəhrimar nədir ki oxuyursunuz? Lakin kimsə sözlərinə qulaq asmırdı. Nəhayət bir 10 günlükdə özü öz məscidində rozə məclisi qurdu və məclis aparan da özü idi. Rozaxanla da şərt kəsdi ki, özü demişkən o zəhrimarlardan qatmasın. Rozaxan dedi: "Ağa, mənim sözüm yoxdur. Lakin bilin ki, cəmaat ağlamır." Dedi: "Sənin nə işini qalıb? Mənim məclisimdə o zəhrimarlardan, yəni yalan rozələrdən oxunmamalıdır." Məclis quruldu, ağa özü mehrabda, minbərdə, mehrabın kənarında idi. Minbərə çıxan şəxs rozəyə başladı. Lakin hər nə qədər cəmaatı həqiqi rozə ilə ağlatmaq istədisə də alınmadı. Ağa özü də əlini alnına qoymuşdu və gördü ki, əcəb, məclis çox buzlaşdı. Yəqin ki, özü-özünə dedi: "İndi avam cəmaat deyəcək ki, ağanın rozəsinin baş tutmamasının səbəbi budur ki, onun niyyəti saf deyil. Müridlər dağılışacaq." Yavaşca başını minbərə tərəf aparıb dedi: "Bir qədər o zəhrimardan qat." İkinci əhvalat isə budur. Məntəqələrin birində ilk dəfə olaraq uzun və müfəssəl bir rozə eşitdim. Rozə bir qadın barəsində idi. Bu qadın mütəvəkkilin zamanında Əbu Abdullahın ziyarətinə getdi və o zaman buna mane olur və əl kəsirdilər. Nəhayət o qadın indi yadımda olmayan geniş bir şərhlə dənizə atılır
və bu zaman qadın fəryad qoparır. Ya Əbülfəzl, dadıma yed. Bir süvari peyda olur. Gəlir və o qadına deyir: Üzəngimdən yapış. Qadın deyir: Niyə əlini uzadıb məni tutmursan? Dedi: Axı mənim bədənimdə əlim yoxdur. Demək məlum olur ki, cəmaatın özü də bu düzəltmələr və təhriflər üçün amildir. Bir çox sözlər başqalarının dilindən uydurulub. Bu şeir: Ey Kərbəla torpağı, mənə kömək et. Anam olmadığı üçün sən mənə analıq et. Bu nə deməkdir? Nə imam belə sözləri dilinə gətirib, nə də imamın şəninə layiqdir. Hətta heç bir kişiyə layiq deyil. 57 yaşlı bir kişi tənhalıq və qürbətdən nalə çəksə, anasını çağırmaz. Ananı çağırmaq hələ də ana qucağına möhtac olan bir uşağın şəninə uyğundur. Bu yaş dövrü isə elə bir dövrdür ki, adətən övladlar anaların pənahı olur. Öz üslubunda misilsiz olan və mərhum müəllifin həqiqi məharətindən və geniş biliyindən xəbər verən Lölö və Mərcan kitabı öz bəhslərini iki hissəyə bölərək hər ikisinin öhdəsindən yaxşı gəlmişdir. İxlas və sidq. Sidq bəhsində 82-ci səhifədə mövzu ilə bağlı ayələri nəql edir. Öncə aşağıdakı ayəni nəql edir. Öz əlləri ilə kitab yazıb, sonra onu ucuz bir qiymətə satmaqdan ötürü bu Allah tərəfindəndir deyən kimsələrin vay halına. Öz əlləri ilə yazdıqlarına görə vay olsun onların halına. Vay olsun onların halına ki, bu yolla kəsb edirlər. Sonra isə yalan və iftira barədə ayələrini nəql edir və bu barədə ayə çoxdur. 7-ci məsələ. 92-ci səhifədə rozaxanların bəzi yalanlarına işarə edir, o cümlədən: A. Əli Əkbər meydana gedib qayıtdıqdan sonra İmam anası Leyliyə buyurdu: Qalx, get xəlvət bir yerdə övladın üçün dua et. Çünki mən babamdan eşitdim ki, belə buyururdu: Ananın övladı haqqında duası qəbul olunur. B. Həzrəti Zeynəb imamın can verdiyi halda onun başının üstünə gəldi. C variantı. İmam bir neçə dəfə düşmənə hücum etdi və hər dəfə hücum edəndə 10.000 nəfəri öldürdü. 8. 142-ci səhifədə Şeyx Müfidin Əli əleyhissalamın yara almaması barəsindəki səhvini nəql edir. 149-cu səhifədə əsirlərin Şamdan qayıdarkən Kərbaladan keçməsini nəql edir. Bunu təkcə Suhuf kitabı yazmışdır və yalnız ondan sonra İbn Numa Məsirul Əhsanda nəql etmişdir. Bu kitabın yazılması Seyyidin ölümündən 24 il sonraya təsadüf edir. 9. 163-cü səhifədə Axund Molla Məhdi Nəraqinin Mühərriqul Qulub kitabının bəzi yalanları əhatə etdiyini bildirir. Elə ki, bəzi dostlar döyüşə gedib şəhid oldular, birdən səhranın ortasından yaraqlı yasaqlı bir atlı peyda oldu. Dağ boyda bir ata minmiş, başına adi polad dəbilqə qoymuş, belinə cəvahir düzülmüş şimşək kimi parıldayan Yəmən qılıncı taxmış, 18 zərlik nizəni əlində tutmuş və digər hərbi ləvazimat ilə özünü zinətləndirmiş halda meydana daxil oldu. Meydanda cövlan və vargəl etdikdən sonra üzünü müxalif qoşuna tərəf tutub dedi: Hər kəs məni tanımırsa tanısın. Mənəm Ömər Sədin əmsi oğlu Haşim ibn Ütbə ibn Ələ Vəqqas. Sonra üzünü İmam Hüseynə tutub dedi: Salam olsun sənə ey Əbu Abdullah. 10. 166-cı səhifədə bəzi yalanları ehtiva edən Qəzvinin kitablarına işarə edilir. 11. 167-ci səhifədə deyir: Kərbalada yaşadığım və əsrin əllaməsi Şeyx Əbdülhüseyn Tehraninin vücudundan istifadə etdiyim günlərin birində Seyid və Rozaxan bir ərəb Hillədən gəldi. Atası bu tayfadan idi və əlində atasının irsindən qalma köhnə bir toplu var idi. Cüzvələrin əvvəl-axırı bilinmirdi. Haşiyəsində yazılmışdı: Məalimin sahibinin şagirdlərindən və Cəbəl Amil alimlərindən biri olan filan alimin əsərlərindəndir. Qərəz, o Seyyid həmin kitab barədə məlumat istədi. Mərhum Şeyx Əbdülhüseyn əvvəla o alimin tərcümə halında məqtələ aid heç bir kitab tapmadı. İkincisi, kitabın özünü mütaliə etdi və gördü o qədər yalan-palan var ki, hansısa alimdən olması mümkün deyil. Odur ki, o Seyyidə bu kitabı yaymağı
və nəql etməyi qadağan etdi. Lakin sonra həmin kitab mərhum Dərbəndinin əlinə düşdü. Onun mətləblərini Əsrarus Şəhadə kitabında nəql etdi və onu saysız hesabsız, əsassız düzəltmə xəbərlərinin sayına əlavə etdi. Əsrarus Şəhadədə yazır: Kufə qoşunlarının sayı 600 min süvari və 1.600.000 piyadəyə çatırdı. 12. 168-ci səhifədə deyir: Mərhum Dərbəndi özü belə nəql etdi. Mən ötən əyyamda eşitdim ki, filan alim dedi və ya hədis nəql etdi ki, Aşura günü 70 saat idi. Mən o zaman qəribə hesab etdim və bu nəqildən təəccübləndim. Lakin indi Aşura gününün hadisələri haqqında fikirləşəndə xatircəm olur və ya yəqin edirəm ki, o deyilən söz doğru imiş. O qədər hadisə deyilən qədər zamandan az vaxta sığmazdı. 13. Səhifə 169. Bir nəfər Kirmanşah şəhərində yeganə, əhatəli və kamil alim Məhəmməd Əlinin hüzuruna yetişib dedi: Yuxuda görürəm ki, öz dilimlə Həzrət Seyyid-ü Şühəda əleyhissalamın mübarək bədəninin ətini parçalayıram. Ağa onu tanımırdı. Başını aşağı salıb fikrə getdi. Sonra da buyurdu: Bəlkə rozaxanlıq edirsən? Ərz etdi: Bəli. Buyurdu: Ya tərk et, ya da etibarlı kitablardan nəql et. E variantı. Kufə qasidlərindən birinin İmam Hüseynin məktub gətirməsi və cavab istəməsinə dair saxta əhvalat. Güya Həzrət 3 gün möhlət istədi və sonra səfərə hazırlaşmağa başladı. Həmin şəxs dedi: Gedək Hicaz padişahının cah-cəlalına tamaşa edək və görək necə atlanır. Gəlib gördü ki, Həzrət bir kürsüdə əyləşib. Bəni Haşim də ətrafını dövrəyə alıb. Kişilər ayaq üstə dayanıb, atlar yəhərlənib və ipək parçalarla bəzədilmiş 40 kəcavə hazır vəziyyətdədir. Aşura günü axşam çağı Ömər Sədin əmri ilə əsirlərin minməsi üçün palansız dəvələri hazırladılar. F variantı. Səhifə 177. Həzrəti Zeynəb Aşura axşamı qəm-qüssədən və düşmənlərin qorxusundan darıxaraq qohum əqrabanın və ənsarın vəziyyətindən xəbər tutmaq üçün xeymələrin arasında gəzişirdi. Gördü, Həbib ibn Müzəhhər əshabı öz xeyməsinə yığıb onlardan əhd-peyman alır ki, sabah Bəni Haşimdən heç kəsin onlardan qabağa meydana getməsinə imkan verməsinlər. O, şad halda Əbülfəzlin xeyməsinin arxasına gəldi, gördü ki, o cənab da Bəni Haşimi toplayıb, Həbib kimi onlardan əhd-peyman alır ki, ənsardan heç birinin öncə meydana getməsinə imkan verməsinlər. Zeynəb şad olub Həzrətin hüzuruna gəldi və təbəssüm etdi. Həzrət onun təbəssüm etməsindən təəccüblənərək səbəbini soruşdu. Xanım gördüklərini ərz etdi. M variantı. Aşura günü Əhl-i Beytin və Ənsarın şəhadətindən sonra İmam Hüseynin İmam Zeynul Abidin əleyhissalamın başı üstə gəlməsi əhvalatı. İmam atasından düşmənlərlə münasibətlərinin hansı yerə çatdığını soruşdu. O, məsələnin döyüşlə nəticələnəcəyini xəbər verdi. Sonra əshabdan bir neçəsini soruşdu. İmam öldürüldü, imam öldürüldü, deyə cavab verdi. Nəhayət, növbə Bəni Haşimə çatdı. Cənab Əli Əkbər və Əbülfəzlin halını soruşdu. Atası isə elə həmin formada cavab verərək buyurdu. Bil ki, xeymələr arasında mən və səndən başqa bir kişi xeylağı qalmayıb. Səhifə 178. Bu nağıldır. Çoxlu haşiyə və şaxələr də vardır. Açıq-aşkar bunu bildirmək istəyir ki, o cənab döyüş başlayanda möhtərəm atasının mübarizəsinə qədər qohum əqrabasından, ənsardan və döyüş meydanından tamamilə xəbərsiz olmuşdur.